Qorxuram ki, həyatımda doğru insanı tapmaram, daimi axtarıram, həmişə yanlış insanlarla qarşılaşıram. Neyə bilərəm? Bunun daha təlim sayağı bir video olmağını istəyərdim, amma düşündüm ki, bu öz aramızda danışılsa daha yaxşı olacaq. Bəli, mən məktəbdə, xüsusən də Tanrı çətə hissəsində, Tanrı çətə təlimində qadınlar, münasibətlər və s. işləyirəm. Məktəbdə xüsusi münasibətlər modulu var. Amma genel olaraq bugün biraz işə daha fərqli tərəfdən baxmaq istəyirəm. Və bu fərqli baxışlara sənin də şahidlik etməyini istəyirəm. Heç uzağa getməyəcəm. Başlayacağım. Ən çox, ən yaxından, ən səmimi tanıdığım adamdan. Özümdən. Uzun müddət beyninin içində kimsə doğrudur, kimsə səhvdir və doğru insanı axtarır deyə inanarkən yanlış insanlarla verdiyi yanlış qərarlar. Və beynimin bir tərəfi mənə pis insan olduğumu, bir tərəfi onsuz da məndə münasibətlərin alınmayacağını, bir tərəfi mənim münasibətlərə görə olmadığımı, bir tərəfi mənim bilgisiz qərar verə bilmədiyimi, bir tərəf bu qədər şey oxuyursan, bu nə qərarlar da verirsən deyə sorğuluyurdu. Ta ki çox əlaqəsiz və mənim bir şey öyrənə biləcəyimi zənn etdiyim yerlərdən fərqli bir yerdən eşitdiyim bir cümləyə qədər. Danışıram sizə illər öncədən bir masadayıq və yan masada bir qadın deyir ki, az nə səhv adam. Analar səhv uşaqmı doğur. Sən deməksən ki, indi Allah səhv adam yaradıb. Sən də gəlib yapışmısan ondan. Təsəvvür elə, o yan masadakı söhbətin mənə heç bir dəxli yox idi. Hətta qəribə gələcək, mən orada iş görüşündəyəm və yan masadakı söhbət mənim diqqətimi çəkir. O cümlə mənim beynimə qazınır. Bütün həyatıma təsir eləməyə başlayır desəm, çox səmimi olmuş olaram. Ümumiyyətlə, xanımlar çox vaxt həyatlarında doğru insan axtarırlar. Amma sorğulamırlar. Bəs mən necə biriyəm? Mən istəyirəm mənə qarşı princess treatment. Mən istəyirəm mənə qarşı o adam şahzadə kimi davransın. Bəs sən bilirsən şahzadələr kimin yanında olur? Şahzadələrin və kralların. Bəs sən hazırsan onlara elə davranmağa? Və ya sənin özgüvənin çatır elə bir kişi ilə bir yerdə olmağa? Bəs sən eyni zamanda bilirsən ki, o princess treatment kişilər neçə hissəyə bölünür? Qadına çox yaxşı davranan kişilər 2 hissəyə bölünür. Onlar ya yaxşı və kalitelidirlər, ya da çox travmatizədirlər. Yəni onlar sağlamdır, keyfiyyətlidir və ona görə belə davranır. Bir də o özünə dəyər verir, eyni zamanda seçiminə dəyər verir. Bir də var ki, o çox travma alıb, çox ağrı çəkib və indi o ağrıları sənə yansıtmamaq, səni itirməmək, təkrar rədd edilmə qorxusuna düşməmək üçün yaxşını oynayır. Bu demək deyil, onun içindən gəlmir ha. Yəni burada duyğulardan söhbət getmir. Amma hərəkətlərinin səbəbi yüksək keyfiyyət deyil. Hərəkətlərinin səbəbi səni itirməməkdir. Bax görsən hansını istəyirsən. İkincidə biraz daha qurban rolu var. Biraz daha xilaskar rolu var. Sən mövcud travmalarını qucaqlasan və desən ki, mən buyam, travmalıyam, yaralıyam, mən çox acı şeylər yaşadım. Nə bilim, adətən bu TikTok yüklədiyim artıq 1 il olur və ölkənin vəziyyətindən bağlı çox ciddi şeylər öyrənə bilirəm də oradan. Çünki mənim elə bir reallığım yox idi. Mən ümumiyyətlə bilmirdim ki, nələr baş verir, mən bilmirdim ki, ölkədə necə münasibətlər var. Yəni dengi gəlməmişdim. Bir ara TikTokda belə keşfetim kaydı başqalarına göndərdim filan. Fokus ora getdi keşfətdə. Və mən gördüm ki, münasibətlər necədir? Ay, nə bilim, mənim atam mənə pis davranırdı, mənim yoldaşım mənə ata oldu, nə bilim nə. Yoldaşım dediyi adam, nə bilim, sevgilisidir, kocam zad yazır. O kocam dediyi sevgilisi girir ona şərtdə yazır ki, hə qızım, bəs belə olmalıdır və s. Niyə? Çünki hər iki tərəf travmatizədir. Çünki travma yaşamış qadın öz ata kimliyini beynində oturuşturmayıb və yapışıb bir kişidən ata olaraq. Eyni zamanda da o gedib seçib travmatizə bir qadın, bir kişi. Hansı ki o da özünü sübut eləmək və təsdiq eləmək üçün
ata olmalıdır 23-25 yaşında. 25 yaşı var və 21 yaşında bir qızın atasıdır da, okey. O nə bilim ona kinder alır və sair deyir ki, mən sənə həmişə atan kimi qayğı göstərəcəm. Və bu travmadır. Bu sağlam deyil. Mən bir videom var, travma yoxdur. Bilməm ona baxmısanmı? Ümumiyyətlə məktəbdə iştirak edirsənsə, sən artıq çözmüsən o söhbəti, amma yenə də deyilsənsə də travmalar biz ona məna yüklədiyimiz müddətcə var. Və həmin xanımlar və bəylər də həmin o travma dedikləri hadisələrə məna yükləyiblər və o hadisələri həyatlarında saxlayıblar. O ağlında saxlayıb ki, onun atası pis kişi idi, indi o almalıdır, gedib bir tapmalıdır yaxşı kişi. Amma münasibət biraz irəliləyəndən sonra necəsə olur, həmin partnyor gəlir və başlayır onun ən qorxduğu insana bənzəməyə. Mən bəzən xanımlarda görürəm ideal partnyor axtarışı və ideal partnyorun ilk 5 punktu ev, maşın, nə bilim iş, güc, belə şeylərdir, material şeylər. Bəs hisslər, bəs sənin ona hiss etdiklərin, məni sevsin bəsdir, bəs sənin duyğuların, bəs bu münasibətin gələcəyi, bəs fiziki hissləriniz, onlar biraz bunu sorğulayasınız. Dünyadakı bütün insanlar, həyatınızdakı bütün insanlar lazımlıdır. Sistemdə xəta yoxdur və sən o an o insanla qarşılaşmalıydın deyə qarşılaşmısan. Travma dediyin olay bəlkə səni elə indi bura gətirib. Bəlkə sən o hadisəni yaşamasaydın, indi gəlib bu videoya çıxmazdın. Və bu videodan sonra o aydınlanmış zehninlə gedəcəyin və alacağın qərarlara da getməzdin. Bütün hadisələr baş verməli idi ki, baş verdi. Bütün insanlarla biz kəsişməli idik ki, kəsişdik. Bu bir ali şuur səviyyəsinin düşüncə mexanizmidir. O bilir ki, dünyada hər şey olmalıydı deyə oldu. Və dünyada heç nə əsas qaydadan çölə çıxa bilməz. Bu qaydanın adı sevgidir. Dünyanın hər yerində baş verən hər şeyin cəmi sıfırdır. Hər şey ziddi ilə bir yerdə var. Və bu, siz bunu görəndə eyni anda da o sonsuz sevgini görə biləcəksiniz. Mənim üçün öz aramızda seriyası çox dəyərlidir. Dəqiqə. Bilirsən niyə? Öz aramızdanın məndəki xüsusi dəyəri nədir? Mən burada çox sadə dillə danışa bilirəm. Mən burada istədiyim formada danışa bilirəm. Burada sən bu videoya dəfələrlə baxa bilirsən. Burada mən sadə, mürəkkəb, fərqli cümlələrdən istifadə edə bilirəm. Öz aramızda seriyasının hansısa bir planı yoxdur. Hansısa plan üstündən irəliləmir. Bəzən elə olur ki, mən bir neçə gün dalbadal hər gün ağlıma bir şeylər gəlir və videolar çəkirəm. Bəzən ümumiyyətlə qalır. Yavaş-yavaş paylaşılır da. Və o seriya üçün biz xüsusi prodüksiyon qurmuruq. Hal-hazırda mən evdəyəm, dərs keçirdim və sonra indi bu videonu çəkirəm. Bəzən bu maşında çəkilir. Nə bilim, bəzən mətbəxdə, bəzən makiyaj eləyərkən. O qədər dəyərlidir ki, mənim üçün. Heç bir planlaması yoxdur da. Səni harasa aparmır. Hansısa bir satış qıfının içinə salmır. Hansısa bir gelişimin 1-ci mərhələsi, 5-ci mərhələsi deyil. Bəli, bizim kanalımızda bəzi videolar var. Siz orada mərhələlər keçirsiniz. Sərvət seriyası var. Siz o seriyada sərvətin başlanğıcını keçə bilirsiniz. Məsələn, sərvət təlimi bahalı bir təlimdir. Fəqət burada sən ilkin hissələrə dair bir şeylər öyrənə bilirsən. Və ya Tanrıça seriyamız var. Sən burada Tanrıçaya dair çox şey öyrənə bilirsən. Başlanğıc səviyyə, sənə orada çalışmalar verilir və s. Amma öz aramızda da mən nə danışdığımı planlamıram. Heç bir gəc onlarda da planlamıram. O an ağlıma gəlir. Amma öz aramızdakı o çalışmalar belə o an intuitiv olaraq yadıma düşən və ya o an qurduqlarımdır. Və indi sənə çox qəşəng bir çalışma tövsiyə eləyəcəm. Mənim sənə tövsiyəm nədir? Sən oturub bu zamana qədər tanıdığın bütün insanların siyahısını tut və bu siyahıdan əlavə, bu siyahını tut sadəcə nə qədər insan tanıdığını görmək üçün, bəlkə gələcəkdə bu texnikanı onlara da tətbiq edərsən. Amma indi bir kağız götür, həmin kağıza səni incidən və kaş olmasaydı dediyin insanların siyahısını yaz və həmin insanların sənə hansı pozitiv qatqıları oldu, onları işlə. %100 olub, %100 kainatda faydası heç nə yoxdur. Sən bunu yazmalısan ki, bu səndə
Fidan çıxıb və videoda deyir ki, əziz dostlar, kainatda hər şeyin bir qarşılığı var. Əziz dostlar, kainatda hər şeyin faydası var. Kimi olmasın. Sən get işlə və özün dərk et. Özün dərk eləməyə cəhd elə ki, sonra başqaları öz fikirlərini sənə sıraya bilməsin. Sən özün dərk elə. Yol sənin yolundur. Səni çox sevirəm. Əslində çox yaxşı bax. Eləlik. Like eləməyi və abunə olmağı unutmuruq. Şərh yazmağı da unutmuruq. Çünki biz şərhlərinizdən motivasiya alırıq və bilirəm ki, motiv olmağımız sizin üçün çox dəyərli və önəmlidir. Görüşmək üzrə.